Deməli, mən valideynlərə bir müraciətim var. Nəyə görə? Deməli, valideyndir, zəng eləyir. Deyir ki, məsəl üçün, övladınla danışır 1-2 aydan sonra. Övladına inanır və övladına inanmaq üçün də bu məntiqə söykənir ki, mənim övladım özü gəlib sağalmağa və mən ona izah eləməyə çox çətinlik çəkirəm ki, başa düşürəm, özü gəlib sağalmağa. Amma o mərkəzi bir istirahət mərkəzi kimi, nə bilim, gəlib burada boş vaxtlarında bütün gün oyun oynayacaq, baseyndə çiməcək və yaxud da ki, PlayStation oynayacaq demirəm. Bunlar da olur. Amma hər şey öz vaxtı ilə və narkoman, iqraman, alkoqolik fərq eləmir. Onları o keçmiş həyatından ayırıb bu yeni disiplinli həyata qaytarmaq, bu disiplinin içərisində idarə eləmək, bunun özü bir ağır məsələdir. Və xəstənin özünün qərar verməyi, yəni dibdə olub, çətin vəziyyətdə olub, hansısa pis günləri yaşayıb deyə deyib ki, gedim. Və gəlib görəndə ki, burada artıq bundan yenilik tələb olunur, hansı ki, onun həyatında yoxdur. Vaxtında yatmaq, vaxtında yemək, vaxtında dərslərdə iştirak eləmək, yazmaq, pozmaq və bu ona narahat gəldiyi üçün başlayır evi manipulyasiya eləməyə ki, bəs mənə aparın, məndə yaxşıdır, sağalmışam. Evdəkilər də bu əsasa söykənir ki, özü gedib, deməli, indi özü qayıtmağa da qərar verər. Və əziz valideynlər, bu əsla belə deyil. Bir xəstənin hətta özü qərar versə belə, bu hələ onun sağalmaq istəməyi anlamına gəlmir. Ona görə də mərkəzlə bir yerdə hərəkət eləmək lazımdır ki, biz də ortaya nəticə qoya bilək. Təşəkkür edirəm.